Əsas magistral yoldan 250 metr məsafədə, Maçdağ isməsində, Maçdağa Buzovna yolunun üzərində belə bir 2 sotda, 3 otaqdan ibarət ev satışa çıxıb. Dəyərli izləyicilər, keçsəm indi evin həyətyanı sahəsinə, ümumilikdə 2 sotdadır. Belə bir həyəti var, rahatlıqla yəni bir maşın daxil olur həyətinə. Burada belə bir üzümlüyüdür. Evin bir bazı kosmetik cəhətdən təmirə ehtiyacı var. Sağ hissədə su çəlinə qədər mövcuddur. Qazı, suyu, işığı hamısı daimidir. Ev özü yerdən kürsüldür. Alt hissəsi padvanla. Buradan evin yan hissəsi keçmək olur. Hər iki tərəfdən padvan var bu arada. Daxil oram indi evin içərisinə. Bir dənə həyəti ümumi göstərim sizə. Belə bir həyətdədir. 2 sotlu ümumi. Keçsəm evin otaqlarına. Bura koridor olan hissədir. Belə buradan sağda yerləşir mətbəx. Sol hissədə geniş bir qonaq otağı. Yenə deyirəm, evdə yəni kosmetik cəhətdən bir balaca zəiflik var. Təmir etmək də olar, etməmək də olar. Burada da belə bir yataq otağıdır böyük. Bu hissədə isə balaca, kiçik bir yataq otağıdır. Və sanitar qovşaq hamam otağı da bu hissədədir. Belə bir sanitar qovşaqdır. Dediyimiz kimi qazı, suyu, işığı hamısı var, daimidir. Evin deməli sənədi, etibarnamə veriləcək inşallah. Qiymət də deyilir 75.000 manat start olaraq. Yəni real alıcıya sahibi tərəfindən endirim olacaq. M8, 107, 131 nömrə marşrut düppəz 250 metrliyindən keçir evin. Marketdə o hissədədir, bütün iaşə obyektləri də hamısı o hissədədir. 250 metrliyindən gördüyünüz bu evin. Əgər sizə də bu ev maraqlıdırsa, zəhmət olmasa nömrələrimizdən əlaqə saxlayın səhifədəki, sizə təqdim edək. Bizi izləməyi unutmayın, sağ olun.